Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşı Samir bəy olduğu iddia olunur. İndi biz nə qədər bacardıq məlumatı dəqiqləşdirək, hər halda əlimizdə olan məlumatları deməyə çalışaq. Deməli, əlaqə saxlamağa çalışdıq hörmətli Samir bəylə, amma mümkün olmadı. İndi yəqin ki, ya özü izləyir, ya da izləyənlər ona bu barədə xəbər verəcək. Nə Sumqayıt kəndli, nə də bu şəxs kəndxudar. Amma buradakı görüntülər, yəni hətta bu satan insan da maksimum mədəni davranmağa çalışır. Bir cavab da qaytarmır, aparıb qoyur. Bəli, səki insanlar üçündür, səkin üzərində ticarət və s. etməsək daha yaxşı olar. Amma sən cəmaatın malını müsadirə ilə apar qoy maşına. Nə haqla, nə hüquqla. Yəni bu insan indi orada oturub çörək qazanır. Nədəsə səhvi ola bilər. Dükan var içərdə, oraya yığmaq da mümkündür ki, o da oraya yığmağa çalışır. Amma apar qoy maşına. Niyə kimə aparıb verəcəksin o almanı? Mənim fikrimə gəldikdə bəzən olur ki, kontekstdən çıxarılmış cümlələr olur ki, bəzən başlığa çıxarılır və hamı düşünür ki, vəssalam, yəni əslində burada bir bomba partlayışı baş verəcək. İcra hakimiyyətinin nümayəndələri dəfələrlə səkini zəbt edən ticarətçilərə qarşı reydlər keçirlər. Və insani məsələlər var da, biri var yazılan qanunlar, hökumətin qanunları, biri də var yazılmayan insani qanunlar. Mən özüm dəfələrlə şahid olmuşam, elə Qara metrosu yaxınlığında dəfələrlə eyni adama deyilib ki, səkini zəbt eləmə, yığışdır, apar qoy içəri, aparıb qoyub. Üstündən bir həftə, 10 gün keçəndən sonra adam yenə çıxarıb, bütün məhsullarını yığıb yenə deməli mağazasının qabağına. Bunun yolu yenə mu? deyilir. Amma üçüncü dəfə artıq yəni indi mən burada nə baş verdiyini bilmirəm. Ya o zaman mən burada heç kəsin tərəfini də səkiyə çıxan tutmuram. maşını da müsadirə elə. Dinən maşını apar qoy maşının üstünə aparır. Amma dəfələrlə bunu edirlərsə artıq yəni müsadirə etmək, yəni dərs kimi olur. Belə düşünürəm. Bildim, hansı hüquqla? Amma yenə də yəqin ki, hansı hüquqlarla tənzimlənir dostlar. İndi biz hər halda hüquqşünasla da danışacağıq. Yəni müsadirə edirsən malı, nə hüquqla, nə haqla, nə hüquqla. Artıq belə deyək də. Yəni burada satmaq olmaz, qardaş yığışdır götür. Cəriməsi varsa cəriməli. Mehman, dəfələrlə əgər deyilirsə, cərimə eləmirsən, deyirsən ki, xoş gəlirsən, deyirsən ki, yəni yığışdır qardaş, eləmə. Yəni yığışdırırlar. Okey, səkin üzərindəki obyektlər də söksünlər. Sonra yenə də, yox, səkin üzərində deyil bu obyektlər. Obyektlər də onun qarşısında buradan danışmıram, Sumqayıtda səkin üzərində çıxan hər maşını müsadirə ilə apar. Hər maşını denən mənim də apar. Bəli, eləsin. Apara bilir, aparır, aparırlar mı? Cərimələr yazılır. Mən yenə deyəm, icra nümayəndələrinə, icra hakimiyyətlərinə tapşırılıb insanları narazı etməyin. İnsanlar da qanun